Digər bir hədisə də diqqət etsək, mətləbin nədən ibarət olduğu düşünürəm ki, daha da aydın olacaqdır. Hədis bütün müsəlman mənbələrində səfinə hədisi kimi, gəmi hədisi kimi qeyd edilib. Gəmi mənası məlumdur. Gəmi olmadan dənizdə insanın batmağı şübhəsizdir. Özü də Nuhun gəmisinə bənzədilib. Ayrı başqa gəmilərə deyil. Nuhun gəmisinin də haqqında sizin kifayət qədər məlumatınız var. Peyğəmbər salavatullah buyurur ki, mənim əhl-i beytim sizin aranızda Nuhun gəmisi kimidir. Kim o gəmiyə mindisə, nicat tapdı. Yəni, kim əhl-i beytin yolunu tutdusa, onlara ikram göstərdisə, onlarla birlikdə oldusa, nicat tapıb. Kim o gəmidən uzaqlaşdısa, qərq oldu. Elə Nuhun oğlu kimi. Peyğəmbər də burada bildirmək istəyir ki, əhl-i beytdən uzaqlaşan mütləq şəkildə qərq olacaq, məhv olub aradan gedəcəkdir. Hədis uzundur, lazım olan mətləbi qeyd etdim. İndi sual çıxır ortalığa, nə üçün Peyğəmbər belə bir təşbihdən istifadə edib? Əhl-i beyti niyə məhz Nuhun gəmisinə təşbih vurub? Biz bilirik ki, Qur'an-ı Kərimin Hud surəsinin müxtəlif ayələrində vaxtı olanlar 37-ci ayədən sonra oxuyarlar və məlum olacaq ki, nəyə görə Peyğəmbər əleyhissalam əhl-i beyti Nuhun gəmisinə təşbih vurubdur. Qeyd etdiyimiz kimi, o gəmi xilas gəmisi idi. Gəmidən uzaqlaşanları da Allah kafir adlandırır, qərq olmuşlardan hesab edir. Və bütün bunların misalında biz görürük ki, əhl-i beytin vilayətinin məqbulluğu sözün əsl mənasında ayə və hədislər yolu ilə tamamı ilə təsbit edilmiş olur. Uca Allah əhl-i beytin şəninin bu dərəcədə ali olduğunu bəyan edir. Onun rəsulu, o rəsul ki, Allah onun haqqında buyurur ki, Peyğəmbər heç nəyi öz başına danışmır. Deməli, Peyğəmbər deyirsə ki, aranızda 2 ağır əmanət qoyuram, elə bu bir məna Allahın sözüdür. Peyğəmbər əhl-i beyti Qur'anın sifətləri ilə adlandırıbsa, elə bu uca Allahın sözüdür.